İran uzun illərdir Azərbaycanın İsraillə münasibətlərini təhlükə kimi təqdim edir. Tehran Bakını ittiham edir, sərt bəyanatlar verir. Hətta bəzən elə təsəvvür yaranır ki, İran üçün bölgədə ən həssas mövzulardan biri məhz Azərbaycan-İsrail əməkdaşlığıdır. Amma burada demək olar ki, heç kimin diqqət etmədiyi bir paradoks var. İranın özündə Azərbaycandan təxminən 2 dəfə çox yəhudi yaşayır və onlar gizli şəkildə yox, İran dövlətinin rəsmi tanıdığı dini azlıq kimi yaşayırlar. Parlamentdə onlar üçün ayrıca deputat yeri ayrılıb. Dini icmaları fəaliyyət göstərir. Deməli, problem yəhudilər deyil. Onda Tehran Bakını niyə illərdir İsrail üzərindən hədəfə alır? Bu sualın cavabı dini münasibətlərdə yox, Yaxın Şərqin görünməyən geosiyasi xəritəsində gizlənir. Və bu xəritəyə baxanda İranın Azərbaycana qarşı ritorikası tamam başqa məna qazanır. İsrail Mərkəzi Statistika Bürosu və Qüds Siyasət Araşdırmaları İnstitutunun illik demoqrafik hesabatlarına görə Qüds əhalisinin təxminən 39% müsəlmanlardan ibarətdir. Bu statistika başqa bir maraqlı sualı gündəmə gətirir. Bugün müsəlman ölkələrində nə qədər yəhudi yaşayır? Mövcud qiymətləndirmələrə görə müsəlmanların əksəriyyət təşkil etdiyi ölkələrdə təxminən 30 min yəhudi yaşayır. Ən böyük yəhudi icması Türkiyədədir, təxminən 14 min nəfər. İkinci yerdə İran gəlir, təxminən 9 min nəfər. Azərbaycanda isə təxminən 5 min yəhudi yaşayır. Yəni İranın yəhudi icması Azərbaycanın yəhudi icmasından daha böyükdür. Bu fakt adətən Tehranın İsraillə bağlı ritorikası fonunda çox az müzakirə olunur. Əslində İran Yaxın Şərqdə İsraildən kənarda ən böyük yəhudi icmalarından birinə ev sahibliyi edən ölkələrdən biridir. İran konstitusiyasına əsasən yəhudilər rəsmi dini azlıq kimi tanınır. Onların dini icmaları fəaliyyət göstərir. Parlamentdə onlar üçün ayrıca mandat ayrılıb. Başqa sözlə, İran dövlətinin öz daxilində yəhudi icmasının mövcudluğu hüquqi baxımdan qəbul olunmuş vəziyyətdir. Azərbaycan da regionda yəhudi icmasının tarixən qorunub saxlandığı ölkələrdən biridir. Qubadakı Qırmızı qəsəbə dünyanın İsrail və ABŞ-dən kənarda yəhudilərin kompakt şəkildə yaşadığı nadir yaşayış məntəqələrindən biridir. Burada əsasən dağ yəhudiləri yaşayır və bu icma uzun illərdir Azərbaycanın multikultural mühitinin nümunələrindən biri kimi təqdim olunur. Bəs niyə bugün müsəlman ölkələrində yəhudilərin sayı bu qədər azdır? Bu sualın cavabı bizi 1948-ci ilə aparır. İsrail dövlətinin yaradılması, ardınca baş verən Ərəb-İsrail müharibələri və bölgədə Ərəb millətçiliyinin güclənməsi Yaxın Şərqin demoqrafik xəritəsini kökündən dəyişdirdi. 1948-1970-ci illər arasında Yaxın Şərq və Şimali Afrikada yaşayan yəhudilərin böyük əksəriyyəti artan təzyiqlər, hökumət məhdudiyyətləri və bəzi hallarda kütləvi qovulmalar səbəbindən yaşadıkları ölkələri tərk etməyə məcbur oldular. Bu miqyas bugünkü rəqəmlərlə müqayisədə heyrətamiz görünür. 1948-ci ilə qədər təkcə Mərakeşdə 250 mindən çox yəhudi yaşayırdı. İraqda təxminən 135 min, Misirdə 75 min, Yəməndə isə 50 mindən çox. Bugün həmin ölkələrin əksəriyyətində yəhudi icmaları ya tamamilə yox olub, ya da onların sayı onlarla ya da bir neçə yüz nəfərlə məhdudlaşır. Yəhudi köç dalğası müxtəlif əməliyyatlarla da müşahidə olunub. 1949-1950-ci illərdə həyata keçirilən Sehrli Xalça əməliyyatı çərçivəsində təxminən 49 min Yəmən yəhudisi hava yolu ilə İsrailə köçürüldü. 1951-1952-ci illərdə isə Ezra və Nehemya əməliyyatı ilə İraq yəhudilərinin böyük əksəriyyəti ölkədən çıxarıldı. Həmin dövrdə köç edən yəhudilərdən təxminən 600 min nəfəri İsrailə, 100 minlərlə insan isə Fransa, ABŞ və Kanadaya mühacirət etdi. Deməli, bugünkü 30 minlik yəhudi əhalisi bir vaxtlar Yaxın Şərq və Şimali Afrikada yaşamış 100 minlərlə insanın qalıq demoqrafik mənzərəsidir. Araşdırmaçılar bu prosesin bütün ölkələrdə eyni səbəbdən baş vermədiyini vurğulayırlar. Bəzi hallarda
İranda siyasi təzyiqlər və təhlükəsizlik problemləri həlledici rol oynayıb. Digər hallarda isə İsrailə köçü təşviq edən proqramlar, iqtisadi amillər və insanların daha təhlükəsiz həyat axtarışı bu prosesi sürətləndirib. Bu tarixi fonu nəzərə alanda İranın mövqeyi daha mürəkkəb görünür. Çünki Tehran daxildə Yəhudi icmasının mövcudluğunu qəbul edir, amma xarici siyasətdə İsraili əsas regional rəqiblərindən biri hesab edir. Məhz burada vacib fərq ortaya çıxır. İranın rəsmi siyasəti Yəhudilərlə İsrail dövlətini eyni anlayış kimi təqdim etmir. Tehran öz ritorikasında əsasən İsrail dövlətinin siyasətini hədəf aldığını bildirir. Lakin Azərbaycanın İsraillə əlaqələrində münasibətdə məsələ daha geniş geosiyasi məna daşıyır. Bakı ilə Təl-Əviv arasında enerji, müdafiə sənayesi, təhlükəsizlik və texnologiya sahələrində əməkdaşlıq illərdir inkişaf edir. İran isə bunu sadəcə iki dövlət arasındakı əməkdaşlıq kimi deyil, öz təhlükəsizlik mühitinə təsir edən amil kimi qiymətləndirir. Xüsusilə İranın şimal sərhədlərində İsraillə yaxın münasibətlərə malik Azərbaycanın mövcudluğu Tehran üçün strateji həssaslıq yaradır. Başqa sözlə, mübahisə dini deyil, təhlükəsizlik və geosiyasət müstəvisində aparılır. Lakin ictimai rəydə bu fərq hər zaman aydın görünmür. Məhz buna görə paradoks daha qabarıq görünür. İranın özündə minlərlə Yəhudi yaşayır, amma Azərbaycanın İsraillə əməkdaşlığı davamlı şəkildə sərt tənqid olunur. Bu ziddiyyət həm yaxın şərq siyasətinin, həm də İranın regional strategiyasının ən diqqət çəkən xüsusiyyətlərindən biridir. Bugün rəqəmlər göstərir ki, İranda Azərbaycandan təxminən 2 dəfə çox Yəhudi yaşayır. Eyni zamanda Tehran Bakının İsraillə münasibətlərini davamlı olaraq təhlükə kimi təqdim edir. Bu mənzərə bir nəticəni ortaya qoyur. Problemin mərkəzində Yəhudi icmasının mövcudluğu dayanmır. Mübahisə dövlətlərarası münasibətlər, regional təsir zonaları və təhlükəsizlik balansı üzərində qurulub və bəlkə də ən maraqlı məqam da elə budur. İranın Azərbaycana yönəltdiyi ittihamların arxasında dini deyil, geosiyasi hesablamalar dayanır. Yəhudilər İranda yaşayır, Azərbaycan isə İsraillə əməkdaşlıq edir. Tehranın narahat olduğu məsələ bu iki faktın özü yox, onların yaratdığı regional güc balansıdır. Jale Rövşən, Namiq Abbasov, Today Press TV.